Selamünaleyküm müəllim, necəsiz? Nəsə? Müraciətimi edirəm də. Keçən səfər də gəldim sizin yanınıza. Dediniz keçən həftə səni xəbər eləyəcəklər ki, Ramil İzayev səni qəbul edəcək. Düzdür? Sosial tibb ekspertiza. Yenə də keçən həftə qəbul olunmadı. Nə dedilər sizə? Dedilər ki, Ramil İzayev qəbul edəcək, kağız da verdilər mənə. Aha, bu sənədləri. Və verdilər ki, səni keçən həftə qəbul edəcəklər, eləmədilər. Ramil İzayev, mən buradan müraciətim cənab prezident, dövlət başçımızadır, gözəl insanadır ki, Ramil İzayev köhnə bu mərkəzi klinik xəstəxananın hüquq şöbəsində işləyir. Və onun tabeliyində olan zaman 4 yaşındakı uşağa səhv xərçəng ola, səhv diaqnoz qoyularaq məhkəməyə verilir. Həmin araşdıra bilərsiniz. Bu fakt məhkəmə şeyində də var. 4 səhv diaqnoz qoyula uşağa xərçəng ola, səhv diaqnoz qoyulub, iş gedib Rusiya məhkəməsinə. Orada diaqnoz qoyulub ki, Azərbaycanda qoyulan diaqnoz Ramil İzayevin qoyduğu diaqnoz səhvdir. Onların qoyduğu diaqnozu və məhkəmədə uduzub. Bu cür insanı cənab prezidentdən xahişim, necə qoya bilirlər sosial tibb ekspertizanın rəhbəri? Mənə çatmır ki, bu cür insanı necə qoyurlar sosial tibb ekspertizanın rəhbəri, mənə o çatmır. Mən cənab prezidentdən, Mehriban xanımdan, gözəl insanlardır, xahişim odur ki, mən bu işimə baxılsın. Bu boyda sənədlərlə gəlirəm, hər dəfəsində burada yola verilirəm. Gəlirəm, hər dəfəsində burada yola verilirəm. Keçən səfər gəldim, kağız da verdilər ki, get səni qəbul eləyəcəklər. Gözlədim həftənin sonuna qədər, yenə qəbul olunmadım. Da bu nə qədər olar? Da 1 olar, 2 olar, da bu əziyyət çəkirəm, əsir şey deyə bilməm. Cəmaət biz döyüşə gedəndə, bəzi insanlar xaricə qaçanda, biz döyüşə gedəndə, indi onlar dollar səpir, biz dərman yeyirik. Bunun başqa bir sözü yoxdur. Ümumiyyətlə sizin əlilliyin verməməkdə səbəb nə göstərir? Hər dəfəsində də yazırlar ki, diaqnoz 50 əlaməti təyin et. Səbəb nədir? Nəyə görə? Sağlamsınız? Sağlamamsa, necə yəni Müdafiə Nazirliyindən də, Bayani biletimə də qeyd olunub ki, sülh dövründə və müharibə dövründə bu insan yararsızdır. Gəlin baxın. Bu əgər qeyd olunursa, heç bir dövlət işində də işləyə bilməz də. Baxın. Baxın. Sülh dövründə də, müharibə dövründə də yazıb yararsızdır. Yaxşı, bu yazıbsa, cənab nazirin peçatları var da burada hamısını. Mən necə girib, əgər yararsızamsa, necə yəni, mənim niyə əlilliyim verilmir? Yəni, hamısında da qeyd olunur. Məndə kağızlar da var. Keçən səfər də bura gələndə təzə çıxmışdım mən xəstəxanada. Siz könüllü döyüşlərə qatılırsınız? Bəli. Yəni, bu mən burada müraciətim cənab prezidentə xahiş edirəm, Anar Əliyev ya Ramil İzayev bir qəbul eləsin. Niyə eləmirlər? Niyə eləmirlər? Bura dövlət müəssisəsidir. Cənab prezidentimiz də dəfələrlə vurğulayır ki, əgər hansısa bir məmur işini görə bilmirsə, özünü bədbəxt eləməsin. Açsın o vəzifəni, çıxsın, getsin. Qəbula girmək istəyirsiniz? Qəbula girmək istəyirəm. Mən neçə dəfələrlə müraciət edirəm ki, onsuz da girəm, hər dəfəsində yola verilir, çıxıb gedirsən. Buyurun, keçin görək. İçəridə sizə nə deyəcəklər? Buyurun, Zəhmət olun.